Elleme ha. Yok yok yok. Yaxşı. Bu da bizim Oxatan keçimiz. Yox, belə ikisiymiş. Rəhbərlik ikisiymiş. Hə Ceka, malades Ceka. Bunu şeyləmədim, bunu axtarasın suana. Bunu da tutdu bir dənə. Bunu bir dənə bunu şeyini qarışdırım. Əti bastırma eləyək. Çayımız da qaynadı, çayımızı da içdik. Bir dənə əti bastırma eləyək. Çörəklərimizdir, bu çörəyimizdir. Çörək, evet. O belə durur. Bizdə biraz qabağa gələm. Get çayı da çək. Zaman hava gör necə qaynayır. Hə? Get çayı da çək, gör necə qaynayır. Səsinə qulaq as, sən verim onu. O səs hər yerdə tapa bilmirsən o səslə. Yəni bax boyunca baxsan, həsrətlə baxsan. Ya, bu yağ şeyin qıraqı belə. Burada olsun. Göstərəcək o. Tuz da var, istiyorsa qarışıq da. İstiyordu qarışdırmışam. Gün orta vurduğumuz Oxatan kirpiyin ətidir. Yaxından geçəri nurlan görsünlər verəcək. Oxatan kirpiyin ətidir. İndi duzlayıb, siyoxlayıb, qarışdırıb hazır eləyirik. Gəlir də gözlə. Dur lan. İşi var da gözlə. Bir partiyada biraz qataq. Duzla siyotu qarışdırmışıq. Elə hamısını biz şey eləyirik. Buraya qoyun ulan. Ətimiz hazırlanıb, tuzlanmış, yoxlandı. Pauzan bas. Bu da ətimizi çəkək. Uca ocağımız da düşür. Közə az qalır. Əti də şişək keçirdək. Uşaqlar da o tərəfə geliblər balıq tutmağa. Biz də ətimizi hazır eləyirik. Porsuğun ətidir. Porsu deyirəm, mən də kirpiyin əti. Oxatan kirpi, bugün vurduğumuz oxatan kirpidir. Uca hava qaralır. Onun ətini də pişirək. Axşam tərəfinə vuraq bədənə. Buradan da ovçu dostlarımıza da salamlar göndəririk. Bizi tanıyan uşaqlara, tanımayan uşaqlara. Gözəl ovlar arzuluyuq onlara da belə. Qəşəng. Biraz uşaqlarla çox getdik. Uşaqlarla böldük ətimizi. Bizə düşən paydan da burada pişirib. İnşallah kebab pişirmək istəyirik. Pişirək bunları da vuraq bədənə. Ancaq bu yağlı kirpiydi. Hə Nurlan? Bugün vurduğumuz kirpi, Oxatan kirpi də oradan yağlı kirpiydi. Yaxından çək bunları da görsünlər. Yağlı əti var kirpinin. Burada çəkmiş yeməli başlı. Yağlı əti var. İnşallah bunları da pişirək. Bugün burası biraz gecikdik, gec qaldıq. Bugün biraz bizim işimiz gecəyə qaldı. Bugün axşam saatına qalmışıq, gün batır. Gün batmaq üzrədir. Yenə də dedik ki, vurduğumuz kirpinin ətini pişirək. Bir miqdarını aparacağıq inşallah evdə pişirməyə. Ancaq əsası onun belə təbiətdə pişirib burada yeməkdir. Qəşəng kebab pişirək. Bıraq bədənə. İşimizi də qoyduq ocağın üstünə. Yavaş-yavaş bunlar da pişir. Bunları yaxından çək göstərir burada. Qızarmaqlarımız da. Neyse burada. Ətli kirpiyin əti yavaş-yavaş qəşəng qızarır. Bunlar da əməlli başlı. Gözəl qızardırıq. İnşallah bunları da pişirək biraz yağlı olduğuna görə. Yağı damır ocağın içine biraz su dökək.
Bunlar da pişir, hazır olur. Allah'tan uşaqlar da gəlsinlər. Gecə balığa gediblər. Cəlalgillə. Cəlalla Ramin də balığa gedib. Orada Aslan da balıq tutur. İnşallah onlar da gəlsinlər, görək nə edirlər, nə tuturlar. Çox yağlı olduğuna görə biraz yağı damır. Yağı ocağa damır. Yenə də bir təhər düzüb qoşub yola verəcək, gedəcək. Söndür dostlar, Ramin söndür. Ətimiz də pişir. Ətimiz də pişdi. Ancaq yeməyini çəkə bilməyəcəyik. Çünki hava əməlli başlı qaraldı. Hava əməlli başlı qaraldı. Ətimiz də pişdi. Demək olar ki, burada kirpin əti gözəl-gözəl qızardı. Allahın köməkliyi ilə başqa ovlarımız da olar. Onları da çəkərik. Göstərərik. Hələlik ki, bugünkü ovumuz bu qədər. Bu da biraz qısa oldu. O vurmaq yerini zada çəkənmədi yoxlardan kirpinin. Ancaq yenə də şükür Allah, bugünkü ovumuz da babat oldu. Yox, bugünkü çəkilişimiz də bu qədər.